Yazılan bütün şərhlərə biz önəm veririk. Bu videoda şərhlər əsasında çəkilib. Gördüyünüz kimi şərhlər buradadır. Biz şərhlərə həqiqətən də önəm veririk. Şərhlərinizi gözləyirik. Çox sağ olun. Hər vaxtınız xeyirli olsun əziz dostlar. Mən Hüseyn Əsgərov. Bu video abituriyentlər üçün, əsasən də 9-cu siniflər üçündür. Nəhayət ki, istənilən həmin videonu çəkirəm. Əgər sən də şəkil təsvirini bilmirsənsə, ümumiyyətlə öz bacarığını təkmilləşdirmək istəyirsənsə, bu videonun sonuna qədər izləyə bilərsən. Hətta 16 balı toplamaq istəyirsənsə, bu videonu sonuna qədər izlə. Çünki bunu tətbiqi bir şəkildə sənə göstərəcəm. Xoş izləmələr. Nəzərinizə çatdırım ki, bu video təqdimat Oxford, digər mənbələrdən və bizim metodumuza əsasən hazırlanıb və bu video 4 günə hazırlanıb. Xoş izləmələr. Hal-hazırda təqdimatı görürsünüz. Şəkil təsviri üçün 3 qızıl qaydanı göstərirəm. Şübhəsiz ki, siz bunlara, mənim dediklərimə diqqət yetirsəniz, maksimum nəticəni əldə edəcəksiniz. Həqiqətən deyirəm. 3 qızıl qayda bundan ibarətdir. 1. General summary. 2. Describe the actions. Describe the location. Bu da 3. 3 qızıl qaydaya baxırıq. Gördüyünüz kimi General Summary qaydasını izah edirəm burada. Deməli, bu nədir? Bunu daha da genişləndirmişəm siz üçün ki, nə olduğunu burada anlayasınız. General Summary ümumi xülasə deməkdir. İlk olaraq şəkildə ilk gözə dəyən obyektləri, yəni insanları, heyvanları ümumi şəkildə gedirik. Nümunə: There are 2 children and a pet in this picture. Baxın, bu şəkilə uyğun bir general summary çıxarmışam. Ümumi xülasə çıxarmışam, düzdürmü? Bunu ümid edirəm anladınız. Keçək növbətiyə. Describe the action qaydasını genişləndirmişəm. Bu mərhələdə kim nə edir sualına cavab verəcəyik. İstifadə olunan quruluş he, she, is və ya they are. Nümunə: The children are watching the dog. Görürsüz, describe the action, hərəkət. Yəni biz burada hərəkətləri təsvir edirik. Ümid edirəm başa düşdünüz və sonda mən imtahana uyğun bir story-ni sizdən bölüşəcəm və onları tətbiq edəcəm. Gördüyünüz kimi describe the location qaydasını genişləndirmişəm. Sonra obyektlərin harada yerləşdiyini bildiririk. İstifadə olunan sözlər on the left, right, middle, background. Nümunə olaraq deyək. On the left side of the picture, ya və yaxud on the left, on the right, on the middle. On the left side of the picture, there is a boy wearing a yellow shirt. Yəqin ki, anladınız. Sadəcə mən deyirəm ki, soldakı oğlan, solda bir oğlan var və sarı köynək geyinib. Çox asandır yəni. Sadəcə mən qoyduqlarımı, yenə də deyirəm, bundan əvvəlki esse videomu izləyibsinizsə, mən orada bəlli bir struktur vermişdim. O çox asandı idi, yəni həqiqətən asandı idi. Bu, bir qədər ondan çətin ola bilər. Sadəcə bir az bacarıq tələb edir. Sonra keçək bunları tətbiq eləməyə. Mən az da olsa burada nümunə göstərmişəm. İndi keçəcəm geniş bir nümunə verməyə, geniş bir story üzərində 9-cu siniflər üçün işləməyə keçəcəm. Gördüyünüz kimi yazmaq üçün ipucular vermişəm. Giriş üçün ipucular. İlkin başlıqlar. I can see in. Gördüyünüz kimi yazmaq üçün ipucular vermişəm. Giriş ipucuları, ilkin başlıqlar. I can see. Mən görürəm. I can see in the picture. Və yaxud in this picture. Bu şəkildə mən görürəm. Və yaxud it looks as bizə göstərir. Bu nümunələrdən başlaya bilərsiniz. Bunların hamısını göstərəcəm. Tədbiqi olaraq göstərəcəm. Narahat olmayın. Start. There is a lot of several. Bunu keçən essaydə göstərmişdim. Sonra əsas. On the left, right, middle, in the background, foreground. Yəni arxa planda nə var? Məsələn, deyək bir
şəkil verib. Məsəl üçün çox uzağa niyə edirik ki biz? Bax burada. Görürsüz? Bax bir şəkil var burada. Uşaq var və qız var. Düzdürmü? Bir də it var. Mən deyirəm in the background living room. Düzdürmü? Arxa plan yaşayış otağıdır. Yəni bir evdədir, yəni onu demək istəyirəm. In the background və yaxud verilsin uşaqlar falan və s. arxa məsələn piknik eləyən bir ailə təsvir verilib. Yəni bu bütün imtahanlarda ola bilər. Və arxada məsələn təbiət mənzərəsi var. Məsələn təbiət də deyə bilərsiniz. Təbii ki 9-cu siniflər üçün ayrıca bir axırda var, onu göstərəcəm. Bu ümumilikdə idi. Yalnız imtahan üçün birbaşa olaraq 9-cu siniflər üçün hazırlamışam. Describe a picture, writing a story. Yalnız imtahan üçün məkan, obyekt və onların hərəkətləri. Söhbət burada qurtardı. Məkan, obyekt və onların hərəkətlərini qeyd edirik və tam balımızı alırıq. Keçək. Görürsüz? Baxın. Burada mən 3 dənə belə deyək də bir story-ni solda qoymuşam və bunu Dimin öz kitabından götürmüşəm. Və yaxlar demişdim, ilkin başlıqları I can see in the pictures. Bu şəkillərdə görürəm və yaxud şəkildə görürəm, fərqi yoxdur. There is, there are-dan başlayın. There is, there are-dan başlayın. Yaxşımı? There is, there are-dan başlayın. There is, there are. Məsələn, birinci şəklə baxıram. I can see in the picture there are 2 children and a small dog outside on the street. And it's raining. Baxın, burada struktur nədir? I can see in the picture. Mən bunu onsuz da sizə vermişəm də. Götürün, yazın ora. Düzdürmü? Növbəti. There are 2 children. Bu da asandır da, yəni. There are da strukturda var, belə deyim, metodda var. İndi keçən esse videoma baxdınızsa, orada da var idi, burada da var. Yəni there is, there are həmişə var. Və there is, there are harada nəsə var deməkdir. Yəni yəqin bunu bilirsiniz və bundan əvvəl də mən dedim. There is, there are hamısını da göstərmişdim, metodlarını göstərmişdim. Nə var? 2 dənə qız var, 2 dənə uşaq var. 2 children and və a small pet. Burada da balaca nə var? Pet deyil, yəni dog, it var. Outside, bax bunu özdən yazmalısınız. Outside on the street. Çox asandır bu da. Yəni çöldə, bir küçədə. And bax, görürəm yağış yağır. Nə qarıram? Deyirəm ki, and it's raining. Və yağış yağır. Çox asandır. Yəni bir dənə bax, bir on the street yazsınız özünüzdən. Bir də it's raining. Görürsünüz, A1 səviyyədədir, A1, A2 səviyyədədir. Yəni biz baxırıq birinci nə qarırıq? Ümumi xülasəyə baxdım. İlk gördüyüm nələrdir? Uşaqlardır, itdir. Yazdım. Sonra nə görürəm burada? Yağış yağır. Yağış da yazdım. Bitdi. Sonra ikinciyə baxırıq. There are children and a pet inside the house. Görürəm. Baxıram nə var? İlkin görünən nələrdir? Niyə nə? 2 dənə uşaq var. Sonra nə var? İt var. Bu itə özə pet deyirəm mən. Ev heyvanı kimi. Çünki evdə saxlamaya başlayıblar. Bir də fikir verdinizsə, bunlar evdədir. Mən həmişə yazıram ki, harda olduqlarını yazıram. Görürsünüz, there are children and a pet inside the house. Görürsünüz, evin içində demək istəmişəm. Yəni, evin içində uşaqlar və bir ev heyvanı var. The children are sitting on the floor. Görürsünüz, yəni, nə qarmışam burada? Hərəkətləri yazmışam. Hərəkətləri. Birinci yazdım. Kim var? Uşaqlar var. Kim var? Nə var? İt var. Harda? Evin içində. Çox asandır yəni bu. Sonra onların hərəkətlərini yazmışam. Yazmışam ki, mənə məlumdursa D qoymalıyam. The children are sitting on the floor. Nə görürəm onu yazıram. Sadəcə mən sizə necə getməyinizdən bəhs eləyirəm. Birinci ümumi xülasə. Nə görürəm? Obyektləri yazdım. Sonra obyektlərin hərəkətlərini və obyektlərin locationlarını da yaza bilərsiniz. Location üçün nədir burada? On the street, on the floor, aşağıda da var. On the floor, on the sofa. Bunlar da location'dır. Fərqi yoxdur. Evdə, evin içində bunlar hamısı location'dır. Bunların hamısını yazdım. Həm ümumi xülasəsini yazdım, həm location'ı yazdım, həm də actions'ları yazdım, hərəkətləri yazdım. Görürsünüz, the children are sitting on the floor and the pet is eating food. Yəni uşaqlar deməli döşəmədə oturublar
və it də yemək yeyir. Sonra 3-ə baxırıq, yəni 3-cü storiyaya. They are sitting on the sofa. Divanda, uşaqlar divanda oturublar, yəni onlar divanda oturublar və orada yazmışdım. They are, he is yazmışdım, he is yazmışdım, sonra they are yazmışdım. Bax budur, həminkidir. Gətirib qoyursunuz bura. They are sitting on the sofa and watching. Görsən onların hərəkətlərini yazıram. Yəni onlar nə qarırlar? Watching the pet. Yəni peti, yəni iti izləyirlər. And it's tired on the floor. O isə döşənmədə yorğundur. Yəni yatıb. Bir mənada yatıb. Bu qədər. 60 söz oluyor burada. Yəni bəzi sözləri yazmasanız da olar. Amma 60 söz var burada. Bu siz bilirsiniz, tam alalasınız. Həqiqətən deyirəm. Sadəcə qısa cümlələr yazın. Amma dərin, yəni belə görsənən bir şeylər yazın. Məsələn, orada yağış yağırdı birincidə. Mən o yağışı yazmalıydım ki, yoxlayan adam, yoxlayan belə deyək, müəllim görsün ki, həqiqətən bu fikirləşə bilir. Məsələn, yağışın yağmayın. Yəni story'ni qəşəng yığmışıq da bir yerə. Başa düşdünüzmü? Bu qayda ilə gedin. İnandırım ki, sizə yüksək nəticə əldə edə biləcəksiniz. Ümumilikdə mən bunu dediyim kimi Oxfordun mənbələrindən, digər mənbələrdən həm öz metodumda bura sığışdırıb yazmışam. Həqiqətən deyirəm, bunun başa gəlməyi üçün 4 gün sərf eləmişəm. Hətta 5-ci gün də ola, 5 gün də ola bilər, hələ bilmirəm. Yəni kanalıma abunə olmağı, bəyənməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Görüşənədək.